Bugün sizinle bir mövzunu müzakirə edək. Ara sıra bu mövzu haqqında danışmışıq və bu mövzu haqqında müzakirələr olunub. İnsanın kamil insan nümunəsinə olan ehtiyacı. Və bugün düşünürük ki, müəyyən insanların təbliğatları məhz din təbliğatlarıdır, amma elə deyil. Müəyyən insanların davranışları əslində insanların arasından kamil insan nümunəsini unutturmaqdır. Əsas məqsəd kamil insan nümunəsini unutturmaqdır. Əgər kamil insan nümunəsi unudularsa və dinin rəhbərlik prinsipi pozularsa, bu rəhbərlik prinsipi pozulandan sonra onda artıq dinlə istədiyin kimi davrana bilərsən. Elə bu səbəbdən də Allah Peyğəmbərinə Quran-ı Kərimdə təkidlə tapşırdı ki, əgər əlinin vilayətini təqdim eləməsən, ya əyyuhər rəsul bəlliğ ma unzilə iləyk, sənə nazil etdiyimizi təqdim et, fəin ləm təf'al fəmə bəllğtə isarətə. Əgər bunu etmiş olmasan, peyğəmbərlik etməmsən. Deməli, dinin rəhbərlik məsələsi, öncüllük məsələsi o qədər mühüm məsələdir ki, hətta Peyğəmbər belə bunu etməsəydi, yəni 23 illik çəkdiyi zəhmət boşa getmiş olurdu. Hər hansı bir mövzunun bir rəhbəri olmalıdır, bir mütəxəssis olmalıdır. Əgər o mövzuda bir mütəxəssis yoxdursa, müraciət olunması bir nümunəvi şəxs yoxdursa, ümumiyyətlə o mövzu haqqında danışmağa dəyməz. İnsanlar hər hansı bir mövzu ilə, hər hansı bir işlə bağlı bir məsləhət almaq istəyirlərsə, bir irəli getmək istəyirlərsə, həmən mövzunun mütəxəssisinə müraciət edirlər. Onun bütün davranış qaydaları, onun nəzəriyyələri, onun praktiki nümunəvi addımları insanlar üçün əhəmiyyətlidir. Çünki ağıllı insanın iş görərkən ilk addımı belə olmalıdır. O həmən sahənin nümunəvi şəxsiyyətini tapmalıdır, mütəxəssisini tapmalıdır. Amma nədənsə dindən danışanda insanların bir çoxu özlərini nümunə kimi cəmiyyətə sıramağa çalışırlar və lakin dinin, Quranın göstərdiyi nümunədən insanlara qaçırmaq istəyirlər. İnsanları kamil insandan qaçırmağın və dinin təqdim etdiyi, Quranın təqdim etdiyi nümunədən qaçırmağın əsas köklü problemi, səbəbi budur ki, özünü nümunə kimi insanlara sıramaq istəyir, özünü nümunə kimi insanlara göstərmək istəyir və öz zəhərli fikirlərini yalnız və yalnız özünü insanlara nümunə kimi göstərə bildikdən sonra həyata keçirə bilər. Əvvəl sağlam olan nümunəni kənara atmaq lazımdır, onunla mübarizə etmək lazımdır. Peyğəmbərdən danışanda, Allah Rəsulundan danışanda deməliyik ki, daha doğrusu bu insanlar deməlidirlər ki, o zaman üçün nümunədir, bizim zaman üçün nümunə ola bilmir və bu kimi ifadələr işlənməlidir ki, kamil insan nümunəsi kənara atılsın. Kamil insan nümunəsi kənara atıldıqdan sonra hər kəs dinə sahib çıxa bilər. Hər kəs Allahın dinini istədiyi kimi idarə edə bilər. Hər kəs Allahın nazil etdiyi Quranı istədiyi kimi, Quran haqqında istədiyi fikri yürüdə bilər və yaxud da onu praktiki olaraq həyata keçirməsi də istədiyi kimi olacaq. Amma din bizə, Quran bizə tam başqa bir söz deyir. Quran bizə buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Allah Rəsulü sizin üçün ən gözəl nümunədir. Təsəvvür edin ki, nümunə anlayışı yoxdur. Dinin nümunəvi şəxsiyyəti yoxdur. Ümumiyyətlə, bu din ciddi ola bilməz. Əgər bir din nümunəvi şəxsiyyət ortaya təqdim edə bilməyibsə, Allah bu dinlə yanaşı ortaya nümunəvi bir şəxsiyyət meydana gətirə bilməyibsə, deməli, bu din ciddi bir dəyər deyil. Çünki hər hansı bir ciddi dəyəri onun yetişdirdiyi nümunə düzgün təqdim edə bilir. Əgər dəyər ciddidirsə, ortada nümunəsi olmalıdır. Proses, iş ciddidirsə, onun ciddi nəticəsi olmalıdır. Əgər din bu günə qədər heç bir şəxsiyyət yetişdirə bilməyibsə, nazil olan Quran o şəxsə nazil oldu ki, özü Peyğəmbərdir, lakin nümunə ola bilmir. müəyyən insanların fikri ilə desək. Əgər din bunu eləyə bilmirsə, bugünkü dinin mənim üçün effektiv olması qeyri-mümkündür. O din mənim üçün effektiv ola bilməz. O səbəbdən də sual verək, yaxşı, nümunəsiz
örnəksiz irəli getmək mümkündür ya yox? Dindar olmaq mümkündür ya yox? Allahın dininə xidmət göstərmək mümkündür ya yox? Siz təsəvvür eləyin ki, ortada nümunə olmadığı üçün biz hərəmiz məcburuq öz başa düşdüyümüz kimi bir nümunə təqdim edək. Və siz də öz başa düşdüyünüz kimi nümunə təqdim edirsiniz və mən də öz başa düşdüyüm kimi nümunə təqdim edirəm. Nəticə etibarilə yenə ortada nümunə olmur. Və biz nöqsanlı insanlar olduğumuz üçün və biz səhv etmək təhlükəsi yaşaya biləcək insanlar olduğumuz üçün biz insanları özümüzü böyük bir şəxsiyyət kimi təqdim etməyimiz düzgün deyil. Niyə görə? Çünki mən səhv edirəmsə bir dəstə insan mənim səhvimə görə mənim ardımca gedib özünü bədbəxt eləyə bilər. Nümunə elə insan olmalıdır ki, o bütün bəşəriyyətə kifayət etsin və bütün zamanlara həmən şəxsiyyəti gətirmək gücümüz olsa, istənilən zamanda həmən zamanın cəmiyyətinə uyğun davranmağı bacarsın və düzgün cəmiyyətə yol göstərsin. Bəzən belə təqdim edirlər ki, Peyğəmbər o dövr üçün bir nümunədir. Xeyr. Necə ki, Quran hər dövr üçün bir Qurandır, Quran hər dövrə uyğun danışmağı bacarır, Quran hər dövrün cəmiyyətinə fayda verə bilir, Quranın təqdim etdiyi nümunəvi şəxsiyyət də hər dövrə uyğun cəmiyyətə kifayət etməlidir. Əgər kifayət etməyəcəkdirsə, Allahın onu Quran-ı Kərimdə nümunə kimi təqdim etməsi düzgün hesab olunmazdı. Deməli, Peyğəmbər Quranla bərabərdir. Peyğəmbər Quran kimidir. Quran necə hər zamana kifayət edirsə, Peyğəmbər də bizim hər zamanımıza kifayət edir. Və bugün fikir versəz, diqqət eləsəz, təkcə din sahəsində deyil, müəyyən insanlar var, onlar düşüblər, istənilən sahədə nümunəvi insanları ləkələmək istəyirlər. Müəyyən xalqın müəyyən dəyərlərini tapdamaq istəyirlər, xalqın müəyyən dəyərlərini aradan aparmaq istəyirlər. Nədir bu məsələlərin sonu? Və günahsızlıq mümkün deyil anlayışını ortaya atmaqla insanların etdiyi günahlara haqq qazandırıb özlərini şirin göstərməsilər. Bunların məqsədləri nədir? Bunların məqsədləri budur ki, əgər biz dindən danışırıqsa, o dinin rəhbəriyyətindən danışmalıyıq. Əgər dinin rəhbəriyyət prinsipi pozulursa, ona ehtiyac duyulmursa, artıq o din dünyadan fərqli bir şey deyil. O adi yaşayış tərzidir. İstədiyin kimi onu yaşaya bilərsən. Ona görə də rəhbəriyyəti lazımdır, nümunəsi lazımdır. O nümunə gəlir, həm yaşayışı ilə göstərir ki, bu Qur'anı necə yaşamaq lazımdır. Sən və mən bu Qur'anı istədiyimiz kimi yaşaya bilmərik. İstədiyimiz kimi bu Quranla rəftar eləyə bilmərik. İstədiyimiz şəkildə bu Quran-ı Kərimin ayələrinə əməl edə bilmərik. Buna bizim hüququmuz çatmır. Namaz Allahla sənin aranda bir münasibətdir, ibadət haldır. İstədiyin kimi namaz qıl. Səhvdir bu. Əgər bir din gəlibsə, onun qaydası yoxdursa, onun üslubu yoxdursa, onun bir mexanizmi yoxdursa, onda bu dinin heç bir əhəmiyyəti yoxdur. Sən də istədiyin kimi edəcəkdinsə, mən də istədiyim kimi edəcəkdimsə, onda elə fitrətimizə qaydaraq. Necə Allaha ibadət etməyi, necə duyduqsa o cür də həyata keçirərdik. Biraz dərindən baxsaz məsələyə, biraz daha dəqiq baxsaz məsələyə, görəcəksiniz ki, o adamlar ki, insanları istədiyin kimi rəftar elə, nümunəyə ehtiyac yoxdur, ifadəsi ilə insanları çaşdırırlar, insanları azdırırlar, görəcəksiniz ki, əslində onlar dindən danışmırlar. Əslində dinin qatı düşməndirlər, dinlə mübarizəni bu yolla həyata keçirirlər. İstədiyin kimi elə, istədiyi kimi onsuz da yaşayırdı da bu elə. Qurana bax, istədiyin kimi elə, hədisə bax, istədiyin kimi elə və yaxud da heç hədisi qəbul eləmə ümumiyyətlə. Qurana bax, istədiyin kimi elə. Ümumiyyətlə, insanlar elə istədiyi kimi yaşayırdı da. Din gəlir insanların ürəklərini paçlamaq üçün, insanların qəlblərini paçlamaq üçün onları hər istəyinin ardıca getməməyə çağırır. Hər istədiyinin ardıca getsə, artıq o ahirətə inanan insanlardan olmayacaq. İnançlı insana çevrilə bilməyəcək. İnsanlar cümələrə getməsinlər, insanlar məscidlərə getməsinlər. Çox maraqlıdır. Mən anlaya bilmirəm, Peyğəmbər öz zamanda hara gedib? Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini araşdırsaz, görərsiniz ki, Peyğəmbər Məkkədən Mədinəyə gəldikdən sonra ilk gördüyü işlərdən biri, ilk gördüyü iş məscid olub və məscid bina eləyiblər və o məsciddə Peyğəmbər cümə namazı qılıb. Bir nəfər də çıxır, deyir ki, məscidə getmək vaxt israfıdır. Nə dəyişdi?
Deyir, nə dəyişdi? Onda bütün dinin rituallarını qoymalıyıq kənara. Namaz qılmaqla nə dəyişdi? Filan əməllə nə dəyişdi? Bütün ritualları qoyaq kənara, ancaq belə yanaşmaya da yanaşaq bütün məsələlərə. Məscidlərə ehtiyac olmur, nümunəyə ehtiyac yoxdur, peyğəmbərə ehtiyac yoxdur. Özümüz öz zamanımızda yeni bir yol təqdim etməliyik. Onda Quranı nə edirik? Onda Quranla getməyin daha heç bir əhəmiyyəti yoxdur. Dinin əgər bir nəfər rəhbəriyyətini kənara vurursa, peyğəmbərini kənara qoyursa, onun nümunəvi şəxsiyyət, kamil insan olmağına diqqət yetirmirsə, əgər belə deyilsə, bu onda dindən əsər əlamət qalmadı. Ona görə biz həyatımıza baxmalıyıq. Quran da belə təqdim edir. Ayəni qeyd etməklə istəyirəm, sona çatdırım. Quran da belə buyurur. Buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Biz Allah Rəsulunu sizin üçün ən gözəl nümunə olaraq təyin etdik. Sonra ardıcı nə buyurur? Bunu kimin üçün təyin edib? Limən kənə yərcullaha vəl-yevmil axir. Bu nümunəni kim Allahdan qəbul edəcək? Onların ki, Allaha və axirət gününə imanları var. Deməli, kim nümunəni qəbul etməyəcək? Nümunəni qəbul etməyənlərin xüsusiyyəti, xasiyyəti dünyapərəstliyidir. Əgər o nümunəni qəbul etsə, görə o çərçivədə yaşasın. Çərçivədən çıxır, azğınlıq etmək istəyir. Ona görə nümunəni kənara qoyur ki, onun azğınlığı pis qələmə verilməsin. Nümunə onun azğınlıq etməsinə mane olur. Amma onlar ki, Allaha inanırlar, amma onlar ki, axirət gününə inanırlar. Onlar necələr? Onlar Allahın qoyduğu nümunəyə baxaraq yaşayırlar ki, Allah istədiyi kimi yaşamaq üçün yalnız və yalnız onun qoyduğu nümunəyə baxıb yaşamaq mütləq lazımdır. Allahdan istəyirəm bizi göndərdiyi elçilərindən, peyğəmbərlərindən və imamlardan uzaq salmasın. Allah istədiyi kimi həyatımızı yaşayıb və Allah istədiyi kimi dünyadan köçməyi bizə qismət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.